Lənkəran Dövlət Universitetində məzun günü keçirilib. Çıxışlarda bildirilib ki, bu il Lənkəran Dövlət Universitetini 1230 bakalavr və 147 magistr olmaqla ümumilikdə 1377 nəfər bitirib. Qeyd edilib ki, son 9 ildə universitetdə tələbə sayı 3 dəfədən çox artıb və maddi-texniki baza yenilənib. Eyni zamanda növbəti tədris ilində daha 2 tədris korpusunun tikintisinə başlanılacaq. Tədbirdə fərqlənən məzun və tələbələr təltif olunub. Məzun günü konsert proqramı ilə başa çatıb. Bugün məzun günüdür. Özüm daxil olmaqla bütün tələbələrin məzun gününü təbrik edirəm. Bütün məzunlar kimi mən də həyəcanlıyam. Amma çox gözəl hissdir. Yəni, hər bir insan istəyər ki, bu hissi yaşasın məncə və bütün tələbələrə bu hissi yaşamağı arzu edirəm. Bugün tələbə yoldaşlarım kimi, bütün məzunlar kimi mən də sevincliyəm, qürurluyam. Artıq 4 illik təcrübə və biliklər qazandığımız universitetdən artıq məzun oluruq və bütün tələbə yoldaşlarıma uğurlar arzulayıram. Sevdiyi, seçdiyi peşələrində uğurlu yollar arzulayıram. Eyni zamanda 2026-cı ildə tələbə adı qazanmış bütün abituriyentlərə uğurlar arzulayıram. Bugün kövrək olduğum qədər də qürurluyam. Bütün tələbələri öz adından təbrik edirəm. Hər birinə uğur, müvəffəqiyyət arzulayıram. Çox xoş idi ki, 4 ilimi Lənkəranda keçirdim. Uğurlar qazandım, dostlar qazandım. Bir daha bu universitetə məzun olduğum üçün təşəkkür edirəm və universitetdə çoxlu uğurlar arzu edirəm.